District Court. Ne oldu? Su da oldu. Hadi cüzdanı. Başlayalım. 2008-ci ilin iyulundan bəri mən məlumatların hayatından müraciət etmişim. İyul, 2008 oktyabr, 2008, 2009 yanvar, 2009 aprel və sonra 2009 iyulda 4 dəfə məlumatların komissarı olduğum üçün mənim yaşım sözü yapılmaz. 2008-in iyulundan müvafiqdə lazım olsa çağırış gündələcək yapanlar şeylər bu şəkildə bilə-bilir. Bu gün də sənə sanırsa 7 il, 6 il arası sənədizdən. Təmin olaraq 2008 cümləsində başlar gəlirdi mənim sözlər və bir ildə axtarışı olan şəxs. Yəni, hərbi komissarlar iqəsə çəkildi. Mən axtarışı yapsam, bu vaxtda və həbs olmuşam Küçükdə, Olqasda keçirmişəm, Azadlıq Radiosunda debatda olmuşam, bir də 2003-cü referendum mücəsi aktiv falı üçün, yəni tapılması problem olan məsələ deyil. Məsələ bir rəsmi çağda göstərilir apreldə günlərdir, bir rəsmi çağda göstərilir mayda günlərdir, yəni qeyri-müəyyənlik. O birisi gənc dostlarımızın silsilə davamıdır. Biz planlaşdırırıq. Yəni davamını nəsə deyir? Davamıdır. Hələ bundan sonra da düşünürəm davamıdır. Çünki təkcə bu formada kifayələnən deyil. Artıq bu fayda vəzifə gəlibsə, sırf gənclərin gözünün olması repressiya. Gənclər arasında repressiya. Bu, siz deyirsiniz, müraciət eləmişik yanma aparımızlar. Bu, əskəri aparılmanın səbəbini nə ilə izah edirsiniz? Hələ vaxtı, yəni vaxtı da hüquq cəhətdən. Deyir, vaxtı deyil, vaxtı onda sən nə edilərsən, məsuliyyət daşıyan tərəf bizi, biz səni çağırmalıyıq, aparacaqıq, ki, oturur, mən də qeydiyyətlər nə var amma burada ki, mənzilin düşdüyündən Binəqədi rayonunda yaşayır. Binəqədi rayon ev qurbanını da bilirlər, telefonda bilirlər, şəxsin nömrəni də bilirlər. Heç bir rəsmi müraciət olmuyor ki, sən axtarışdasan. Heç bir rəsmi çağırış olmuyor ki, sən hərbi komissarlığa gəlməlisən. Halbuki özü dəfə elə getmişəm. İndi bu gün olanlar göz qabağında burada yaxşı və yasalanlıq məsələlərini təşkirsiniz. Məsələyə bir daha eminlərdən Nəsibliyə, Nabil Əcəfəroğluya, bəli, yəni sizi aktiv şəkildə izləyirlər, prokurorluq olurlar. Siz hərbi komissar İsrail minnətdarlıq edirəm, Bəşirən Qəmir və hətta Qüdrət Həsən Quliyev də məsələyə müdaxilə etdi, ona da minnətdarlıq edirəm. Hərbi komissarlığa siz deyirsiniz, müraciət eləmişsiniz. Müraciətiniz şifahi şəkildə olub, yoxsa yazılı şəkildə olub? Yox, hər dəfə şəxsin özünü təşkil olmuşam komissarlığa, yaşlıqsan çıxılacaq təşkillər o, təhvədə və sonuncu yılda atamla getmişdi. Məndən 3 dəfə, məndən də Allah'a varsa 2 dəfə. Yəni, rəsmi yazılı şəkildə müraciət olub? Rəsmi şəkildə müraciət olub, amma lazım olsa olur. Rəsmi formada Babam Qüdrət Həsən Quliyevə bildirib ki, bu məsələ tanımdır. Yox, aydındır. Yəni, hərbi komissarlıqda necədir? Hərbi komissarlıq Qüdrət bəy. Rəsmi şəkildə müraciət edildi? Rəsmi olub, bunu dəqiq edəmlərəm, amma şəhərdə olub. Olub. Aydındır. İndi